50-60 yaşında bir insana zəng gəlir. Texnologiyadan uzaq bir insandır. Deyir ki, AI ilə yaradılmış elə voice-dur. Deyir ki, qızının adından ki, ata mənə təcili pul göndər bu karta və s. və axıra. Və yaxud da siz deyirsiniz ki, sən bunu ayırd elə. Orada o ataya o söz gələn kimi ürəyi qalxır, hansı nədir? Ürək döyüntüsü qalxır və o sıraz o pul nədir? O bütün bank hesabına. Amma siz bir bank olaraq bunun arxasında fraud sistemi olmalıdır ki, hansı ki bilməlidir ki, bu insan bundan qabaq birdən-birə 100 min manat, 10 min manat pul göndərməyib və üçüncü bir bankdır, qohumu da deyil, anası da deyil, atası da deyil, bacısı da. Eyni sualı indi mən buradan banka vermək istəyirəm ki, siz niyə varsınız? Siz məndən onda xidmət haqqı niyə görə alırsınız? Mən sizin o boyda kibir təhlükəsizlik departamentiniz var, o boyda bilməm, yəni texnologiyalara investisiya eləyirsiniz və s. və axıra. Niyə?